Baxıram 90 suala. Kök 12-dən tam hissəsini tapın. Tam hissəsi təqribi kökdən neçə çıxır? 3 tam 4-ə yaxın bir ədəd çıxdı. Məsəl üçün 3,6. Onda bunun tam hissəsi olacaq. Tam hissədə 3,6-nın da tam hissəsi bərabərdir 3-ə. B bəndi. 93-cü suala baxıram. 93-cü sualda da mənfi 1,75 ədədinin kəsir hissəsini tapın. Ədədin kəsir hissəsini tapanda biz bilirik ki, ədədin özündən çıxırıq onun tam hissəsi. Burada da elə kəsir hissə olacaq necə? 0,25. Bu necə taparıq? Kəsir hissə mənfi 1,75 bərabərdir. Ədədin özü 75. Çıxılsın bunun tam hissəsi. Tam hissəsi neçədir bunun? Tam hissəsi, yəni tam hissə mənfi 1,75 yazaq bu şəkildə. O da bərabərdir. Mənfi 1,75 çıxılsın tam hissədə mənfi 2 deməkdir. Onda mənfi 1,75 üstə gəlsin 2. Bu deyəcək 0,25. Yəni kəsir hissə oldu 0,25. Ədədin kəsir hissəsi heç zaman 0-dan kiçik ola bilməz, yəni mənfi ola bilməz. Kəsir hissənin qiyməti x-in kəsir hissəsi, yəni ixtiyari x üçün kəsir hissə da nəyə bərabərdir? 0 ilə 1 arasına. Yəni 0-a bərabər olar, ancaq 0 ilə 1 arasında olmalıdır. 1-dən kiçik olmalıdır. Deməli, 96-cı suala baxıram. 3 kökü 1 çıx bir ədədinin kəsir hissəsini tapın. Bunu birinci kökün altına salaq. 9 kök 18 çıx 1. Burada ədədin kəsir hissəsini tapanda dedik ki, kök 18 çıx 1-in kəsir hissəsi bərabərdir. Ədədin özü çıxılsın tam hissəsi. Kök 18 çıx 1-in tam hissəsi. Bu şəkildə tapılır. Yəni, kəsir hissə x bərabərdir. X çıxılsın tam hissə x-a. Düsturumuz bu şəkildədir. İndi birinci nə etməliyik biz? Biz tam hissəni tapaq. Tam hissə kök 18 çıx 1-i tapsaq. O da bərabərdir. 18-dən kökün altına çıxır. Təqribən 4 tam neçə? Deməli, çıxsın məsəl üçün 4,2 çıx 1. Bu deyir 3,2. 3,2-nin də tam hissəsi o təqribən. 3,2-nin də tam hissəsi bərabərdir 3-ə. Deməli, kök 18-dən təxminən çıxır 4,2. Ondan da 1 çıxanda olur 3,2. 3,2-nin də tam hissəsi bərabər nəyə? 3-ə bərabərdir. Deməli, bizim tam hissəmiz 3-dür. Ona görə kök 18 çıx 1. Tam hissəni yenə yazıram 3. Bu deyir kök 18 çıx 4. Kök 18 də bizdə 3 kök 2 idi. Çıx 4. Yəni D bəndi. 104-cü suala baxıram. X kiçikdir modul x-dan və x, y də kiçikdir 0-dan. Bizə verib ki, x minus y çıxılsın y plus üstə y üstə gəl 1 modulda. Bunu ifadəni sadələşdiririk. Baxırıq, bir ədədin modulu özündən ciddi böyüksə, deməli bu mənfi ədəddir. X mənfi ədəddirsə, onda y də müsbət olar ki, mənfini müsbətə vuranda 0-dan kiçik olur. Deməli, aldıq ki, y müsbət ədəddir. Y-nin yerinə müsbət ədəd qoysaq, müsbətin üstə müsbət gəlində bu modulun içərisində müsbət olur. Birinci modula baxaq. X mənfi ədəddir. Mənfi ədəddən də müsbət ədədi çıxanda mənfi ədəd edir. Ona görə bu modulun içərisində mənfi olur. Siz ədədlə də qoyub yoxlaya bilərsiniz. Onda birinci modulun içərisində mənfidirsə, əksi çıxacaq. Y minus x şəklində. İkinci modul müsbət olduğu kimi açılır. Qarşıda mənfi var deyə mötərizə də yazıram. Bu da bərabərdir y minus x. Mənfiyə görə açan işarələr dəyişir. Olur mənfi x çıx 1. D bəndi. Baxıram 110-cu suala. Deyir, tərtibi qiymətli hissəsində 2 dəfə böyük olan A vurulsun 10 üstündə 2A. Yəni bizə deyir ki, tərtibi qiymətli hissəsində 2 dəfə böyük olan ən böyük ədədin rəqəmləri cəmini tapın. Biz bilirik ki, qiymətli hissə yəni 2A daxil olmalıdır NATO ədədlərə. Və A da 1 ilə 10 arasında bir ədəd olmalıdır. Burada məsəl üçün 9 da götürə bilərik. 9 götürsək, bura olacaq 18. Amma 9,5 də ödəyir. 9,5 götürsək, 9,5 vurulsun 10 üstə. 9,5-i 2 vurulsun 9,5. Düzdür bu şəkildə. Baxın. Deməli, şərtimizi ödəməsi üçün 2 vurulsun 9,5. Bu deyir 9,5 vurulsun 10 üstündə 19.
Bu şəkildə ola bilər də. Yəni üstü naturaldır, burada 1 ilə 10 arasındadır. Yəni qiymətli hissədə 1 ilə 10 arasındadır. Buradan da olacaq ki, bunu da bizə deyir ki, olan ən böyüdən rəqəmlərin cəmini tapın. Bu da eləsin 95 vurulsun 10 üstə 18. Ona vuranda 95 sıfırlar. Yəni 18 dənə 0. 18 dənə 0 edir sonunda. Bunda rəqəmlərin cəmi ilə 9 + 5 14-ü verəcək bizə. B bəndi.